İllərdir bu ölkədə rep var, amma hələ də barmaqla sayılacaq qədər bu işdən stabil pul qazanır insanlar, yəni reperlər. Problem mentalitetdir, bazardır, yoxsa reperlərin özləri? Azərbaycanda onları Spotify-da, iTunes-da yox, fleşkaya yazıb maşında qulaq asırlar, pul qazanmırlar. Disk kaset satılmır. Arada barlara, padval barlarına, nə bilim, çağırırlar, hansısa məclislərə 300 manat pul verirlər. Yəni budur da. O vaxt pul yox idi, motivasiya var idi. Bəs nə vaxtdan pul motivasiyanı öldürməyə başladı? Yaş məsuliyyəti ilə Təbii ki, yaş məsuliyyəti. Hətta bizim bu repçilər, old school hard repdən başlayan uşaqlar gəldilər Rakıdı Çıkada repinə də. Uranın freestyle bacarığı, Uranın manyerası, Uranın kör zabiti bir əsərdir, onun düşüncə tərzi, yəni çox istedadlıdır. Amma bu insan o populyarlığın zirvəsində hansısa bankda və ya hansısa ofisdə mühafizəçi işləyirdi gecə smenində. Çünki utanırdı. Yekə kişisən, repçisən, toya gedirsən. Amma sonra gördülər ki, toya gedir, maşın alır, toya gedən ev alır, toya gedən həyatını dəyişdirir. Artıq hamı başladı toy dalınca qaçmağa.